Salam aleyküm, hardayam, ökməli Qobiyonda yola çox yaxın məsafədə kreditdən. Əsas odur kredit. 3 otaqlı evdir. Qaz, işıq, su, mərkəzi kanalizasiya hamısı var yaşayış üçün. Ev dedik otaq idi bir dənə. Burada gəldik bir dənə zaldır. Kombisi, zadı, hər şey var. Aylıq da özdə normaldır. Baxın, qoşa daşdır, kombi radiatorları bütün otaqda var. Otaqların ölçüləri çox yaxşıdır. Qiymət əla, evin özü, yəni bu qiymətə vallahi əla. Nə qiymətə kreditdən verilir. Qiymətə bax elə. 2 otaq qiymətini 3 otaq. Qiymət, heç neçə. Qiymət haqqında məlumat verirəm. Qiyməti 29.000 verəcəksə, o ki qiymət düşəcək sənə 43.000 manata, bəli. 43.000 manat. Nə verərlər? Ayda da 400 manat, 500 manat. Vallahi bugünkü gündə buranın kirayə pulu elə 400, 500, 400 manatdır. 350, 400 manatdır. Kirayə verəcək, ver, evdə olsun sənin. Qoşadaş, kombisi var, suyu var, qazı var, işığı var, radiatorları var. Yəni var da, şotçikləri də var. Buradan da gəldik. Bir dənə burada hamam sanuzeldir. O da tam təmirdir. Baxın, hamısı qaydasında. Bir dənə də burada geniş mətbəxlidir. Deyim, lüks remontludur, yox, amma orta remontludur. Hazır yaşayışlı evdir. Yəni göstər, normal, səliqəli evdir. Koridor sistemidir. Çıxıb indi çölünü göstərəcəm sizə. Valla bu qiymətə qalası evdir. Yəni bugünkü gündə kreditdən evlər, özdə aylığı 400-ə ya da fikirləşən adam yoxdur da. Hamı indi 800.000 manat istəyir, amma 400-500 manat əladır. Bir dənə çöldən tanış olaq. Bu da çöldən görünüşüdür. Üstü paketdir. Həyətinə rahatlıqla maşın daxil, bir maşın rahatlıqla girib öz yerində qalır. Valla bugünkü gündə bu qiymətə tapmaq çətin məsələdir. Sağ olun.